Deməli, başladıq. Q hərfi müxtəlif səsləri verir. Məsələn, Q hərfi Q səsinin özünü verir. Tutaq ki, yazaq ki, qanun. Qanun sözündə qanun Q hərfi, elə Q səsini də verdi. Yəni, birinci yazığın özünü yazmaq lazımdır. Öz səsini verəcək. Sonra Q hərfi başqa hansı səs verə bilər? K səsini verər. Mütləq biz bunu ştrixi göstərməliyik. Yəni, öz qarşılığını verəcək. Hansı hallarda verəcək? Birinci, deməli, burada özündən sonra sözün içərisində kar samit gələrsə, məsələn, nöqsan, Q'dan sonra S kar samitdir və biz bu zaman K səsini almış olacağıq. Məsələn, nöqsan yazacağıq, nöqsan eşidəcəyik. Və yaxud, bəzi sözümüz var ki, daha doğrusu bir dənə sözümüz var ki, məsələn, haqlı sözüdür, özündən sonra cingitili samit gəlsə belə, orada Q, K səsini vermiş olacaq. Yəni, istisnalı dil olduğuna görə, əslində dedik ki, Q'dan sonra kar samit gələrsə K səsini verir. İstisna olaraq haqlı sözündə özündən sonra cingitili gəlsə belə K səsini verir. Yerdə qalan hallarda özündən sonra cingitili samit gələndə Q elə Q səsini də vermiş olacaq. Bu belə. İndi təzədən qayıdıram bura. Q hərfi K səsini bu halda verdi. Özündən sonra kar samit gələrsə, bu istisna sözlərdəndir ki, cingitili gəlsə də K səsini verir. İkinci K səsini qoşa Q'larda vermiş olacaq. Məsələn, iki dənə Q yazıldı. Q yazıldı. Tələffüzdə birincisi qarşılığına keçmiş olacaq. Bu normaldır, bunu bilirik. Tutaq ki, toqqa yazaq. Tələffüzdə olacaq toqqa. Bu şəkildə tələffüz edəcək. Yəni, bu qaydası budur. Bu bəlli məsələdir. Bunu da dedik. Deməli, Q hərfi biri var minli sözlərdə verdiyi səslər. Biri də var alınma sözlərdə verdiyi səslər. Hardan biləcəyik ki, oradakı Q hərfi, sözdəki Q hərfi millidədirmi, yoxsa alınmadadırmı? Bunun qaydası budur. Əgər sözün sonu Q ilə bitibsə, biz onun üzərinə saytla başlayan şəkilçi gətirəcəyik. Gətirən kimi Q əvəzlənməsi olacaqsa, o zaman həmin söz milli sözdür. Məsələn, otağın sözü. Görürsünüz, keçdi. Otağın, saytla şəkilçi qoşdum, Q əvəzlənməsi oldu. Deməli, otaq sözü millidir. İndi millilərdə qaydamız necədir? Milli sözlərdə qayda necədir? 1. Tək halda Q hərfini yazacağıq, X səsini almış olacaq. Otaq yazılacaq, otaq deyiləcək. İkinci, əgər sözün sonu milli sözdə Q ilə bitib, biz ona samitlə şəkilçi ya da ki söz qoşarıqsa, o zaman Q hərfi X səsini vermiş olacaq. Məsələn, yazaq, otaqda yazacağıq, otaqda tələffüz edəcəyik. Bu bir qaydadır. Yəni, qaydanı tətbiq eləmək lazımdır. İki halda milli sözlərdə Q, X səsini verir. Bir, tək halda, bir də samitlə nəsə qoşarıqsa, sözə də aiddir, şəkilçiyə aiddir. Məsələn, yazaq ki, otaq qapısı. Otaq qapısında özündən sonra Q'dır, samit gəlib. Deməli, mən nə edəcəm? Bunu necə tələffüz edəcəm? Otaq kimi. Q, X-ya keçmiş olacaq. Bu şəkildə tələffüz. Deməli, Q hərfi Q səsini nə zaman verdi? Milli sözlərdə özündən sonra sait gələrsə. Məsələn, yazaq ki, qonaq otağı. Qonaq otağında. Burada Q'dan sonra sait gəlib. Deməli, bu asılı sözdür. Bu əsas sözdür. Asılı sözün son samiti başqa bir cingitili samit kimi tələffüz ediləcək. Otaq olacaq. Ona görə ki, burada özündən sonra sait gəlib. Sait gələrsə Q əvəzlənməsi baş verəcək. Başqa burada nə deyəcəkdir? Məsələn, yazaq ki, bucaq ölçən. Bucaq ölçən. Topluda sözlərdə var bu.
Diqqətli olmaq lazımdır. Diqqətli necə olacaq? Məsələn, bizə deyər ki, bu sözdə tutaq ki, ğ samitinin qarşılığı işlənib. Ğ-nın qarşılığı nədir? X. Uşaq da deyir, hə də müəllim, bucaq ölçən X olacaq. Bu səhvdir. Birinci nə etməliyik? Bunun düzgün tələffüzünü yazmalıyıq. Bucaq ölçən. Baxın, Q-dan sonra sait gəlib. Sait gəlibsə, Q, Ğ səsini verməlidir. Elə burada Ğ-nın özü iştirak edib də. Hə, bucaq ölçən. Tələffüzü bucaq ölçən olacaq. Bu şəkildə tələffüz edəcəyik. İndi burada millinin qaydasını dedik, milli sözlərdə. Bir dənə alınma sözü var ki, məsələn, o hansı sözdür? Uşaq sözüdür. Uşaq sözü alınma sözdür. Amma millinin qaydasına tabedir. Uşaq necə millinin qaydasına tabedir? Tək başına uşaq deyilir. Alınmalarda belə deyil. Milli kimi tələffüz ediləcək. Uşaq, məsələn, otağı yazaq. Burada da özündən sonra sait gəlib deyə uşaq olacaq. Özündən sonra samit gəlsə qx səsini verəcək. Uşaqlar yazacağıq. Tələffüzdə uşaqlar olacaq. Yəni millinin qaydasına tabedir. Deməli, sözün sonu q ilə bitəndə hardan bilək ki, o söz millidir, yoxsa alınmadır? Bayaq dedim. Götürürük üstünə saitlə başlayan şəkilçi qoşuruq. Əgər qığı əvəzlənməsi olacaqsa millidir. Olmayacaqsa alınmadır. Piroqun keçmədi ki, keçmədi. Deməli, bu söz necə sözüymüş? Alınma sözüymüş. Alınma sözlərin qaydası necə olacaq? Tək başına bir, tək halda alınma sözlərin tələffüzü q ilə bitdi. Tələffüzdə k səsini verəcək. Məsələn, piroq, piroq belə deyiləcək. Q yox, k kimi tələffüz ediləcək. Bir də samit gələndə k kimi deyiləcək. Məsələn, piroqlar yazacağam, piroqlar deyəcəm. Bayaq bunu izah edirəm. Şagirdim bildir, müəllim, piroq bişirə bilirsiniz. Kim idi deyən? Ömər. Deyir, piroq bişirə bilirsiniz. Piroqlar. Deməli, k səsini verəcək. Özündən sonra samit gələrsə k səsini verəcək. Tək halda k səsini verəcək. Alınmalardan söhbət gedir. Amma sait gələrsə heç bir şey. Olduğu kimi qalacaq. Məsələn, piroqun necə var? Qaldı. Və yaxud piroq özündən sonra sait gəlsin, piroq almaq. Sait gəlib, piroq qıdı, qalacaq yerində. Saitdə qalır, saiti müsbət yadımızda saxlayırıq, cingitili saxlayacaq. Samiti mənfi yadda saxlayırıq, cingitini karlaşdıracaq. Bu şəkil. Hə, demək gəlirik Q hərfinə. Q hərfi hansı səsləri verə bilir? Q hərfi K səsini verə bilir. Məsələn, yazaq ki, kələm normaldır, rahatdır. Q hərfi K səsini verə bilir. K səsini necə verəcək? Məsələn, yazaq. Q ilə yazacağıq belə. Amma K səsini də ştrixlə göstərəcəyik. Tank bu formada. Sonra Q hərfi G səsini verə bilir. G-ni necə verə bilir? Bir qoşa Q-larda verir. Məsələn, sək, kiz yazırıq. Sək, giz deyirik. Bir qoşa Q-larda verəcək. Bir də iki kar samit yanaşı gələrsə, təşkil yazırıq. Təşkil deyirik. Bu şəkildə tələffüz etmiş olacaq. Hat hissəsidir. Q hərfi K səsini verdi, K səsini verdi, G səsini verdi. G-ni bir qoşa Q-larda verəcək. Öz cingitili qarşılığına keçmiş olacaq. İki dənə kar samit yanaşı gəlibsə, məsələn, müşkül, müşkül kimi tələffüz ediləcək. Sonra gəlirik, Q hərfi x səsini nə zaman verir? Yenə də bu biraz qarışdırılan məqamlardandır. Əgər söz milli və çox hecalı sözdürsə, tək halda bunu verəcək, samit gələndə bunu verəcək. Uşaqlar, Q hərfi x səsini o zaman verəcək ki, milli və çox hecalı sözlərdə olsun. Məsələn, milli söz olduğunu hardan biləcək biz? Çörək sözünün milli olduğunu bilməkdən ötürü üstünə saitlə başlayan şəkilci gətirəcək.
Əgər çörəyin köyə əvəzlənməsi olursa, həmin söz millidir. Millidirsə, tək halda çörək yazıb çörək deyəcəyik. Özündən sonra samit qoşub çörəkçi yazıb çörəkçi deyəcəyik. Çörəkçi. Və yaxud yazacağım ki, çörək zavodu özündən sonra samit gəlib deyə çörək zavodu olacaq. Bu şəkildə tələffüz edəcəyik. Saitdə, şəkilçidə birbaşa köyə əvəzlənməsi olur. Amma söz gələrsə, çörək ətri tələffüzdə olacaq çörək ətri. Yəni, bu şəkildə tələffüz etmiş oluruq. Alınma sözlərdə isə belə tələffüz edəcəyik. Alınma sözlərdə. Məsələn, yazaq idrak. Alınmalarda istər tək olsun, istər samit gəlsin, istər sait gəlsin. Olduğu kimi qalacaq. Məsələn, idrak, idrakdan k yazılacaq, k deyiləcək. Və yaxud yazaq ki, idrak işi özündən sonra sait gəlib deyə olduğu kimi də qalacaq. Uşaqlar, BDCG qaydasına baxaq. BDCG nə zaman B, P kimi səslənəcək, D, T kimi səslənəcək, C, Ç kimi səslənəcək, G də K kimi səslənəcək. Bir tək tələffüz edilərsə, bir də özlərinə sonra samit ilə söz və şəkilçi gələrsə. Məsələn, yazaq ki, kitab, tələffüz edəcəyik kitab. Tələffüzdə tək tələffüz etdik, yazdıq. Yazaq ki, kitab mağazası, yazdıq kitab mağazası. Tələffüzümüz necə olacaq? Özündən sonra baxıram samit gəlib. Samit gəlibsə, burada tələffüzdə B, P səsini vermiş olacaq. Bir, tək halda tələffüzdə qarşılıqlarına keçmiş olur. Bunlar özləri cingiltilidir və qarşılıqları kara keçmiş olacaq. Amma saiti müsbət yadda saxlayırıq. Elə bunları cingiltili olaraq da saxlayacaq. Məsələn, kitabın olduğu kimi qalacaq. Kitab alışı özündən sonra sait gəlib deyə bura olduğu kimi də tələffüz edilmiş olacaq. Yəni, bu qayda iki və çox hecalı sözlərə aiddir. Tək hecalı sözlərdə adətən dəyişmə olmur. Amma süd sözündə, sonra başqa hansı sözdür? Kənd idi, qənd idi və s. Bu kimi sözlər istisna, tək hecalı sözlər olsa da, bunlar da iki və çox hecalı sözlərin qaydasına aiddir. Məsələn, süd zavodu. Süd zavodunda tələffüzdə süd kimi deyiləcək. Çünki özündən sonra samit gəlib. Məsələn, kənd, tutaq ki, kənd meyvəsi. Özündən sonra samit gəlib, kənd meyvəsi olmuş olacaq. Qənd zavodu olsun. Daha uyğun nə götürə bilərik? Özündən sonra samit gəlib, qənd zavodu olacaq. Və salam. Belə. Bu qədər uşaqlar BDCG, G samiti, bir də K samitinin tələffüzünü çəkdik. Bu şəkildə tələffüz etmiş olacağıq. Müxtəlif samit, yəni sonu müxtəlif samitlə bitən tək hecalı sözlərə, məsələn, hökm sözüdür. Samitlə başlayan şəkilçi qoşanda tələffüzdə nə baş verəcək? Ortaya bir dənə qapalı sait artmış olacaq. Məsələn, yazaq ki, rəhim sözünü yazdıq belə, üstünə li şəkilçisini gətirdik. Tələffüzündə rəhimli kimi tələffüz edilmiş olacaq. Yəni, ortaya bir dənə qapalı sait artır. Amma tələffüzdə 3 sait səs var uşaqlar. Yazıda 2 sait səs var. Ona görə bu söz iki hecalı sözdür. Sadəcə sait səsləri ilə hecasının sayı üst-üstə düşməyəcək. Biz hecaya yazılışda baxacağıq. Tələffüzdə sadəcə səs olaraq baxırıq. Heca sait hərflərə görə müəyyən edilir. Sait səslərə görə müəyyən edilmir. Ümid edirəm ki, sizə faydalı olacaq uşaqlar. Hər kəsə uğurlar.